murskoy rodu. Nəyə görə? Çünki baxın, bunlar nədir bu sadaladıqlarım dil? Dil rus dilində nə olacaq? Yazık, k ilə bitir, düzdürmü? K samit olduğundan bütün dil adları da olacaqdır murskoy rodda. Düzdür, belə bilmək asandır. Məsəl üçün biz deyirik arabski, y hərfi ilə bitir də bu. Bu da samit olduğundan bilmək asandır. Amma belə bir şey var. İ hərfi ilə bitən dil də vardır. Məsəl üçün götürək hindi dilini, Hind dili, rus dilində olacaqdır. Hindi i ilə bitir. Bu murskoy rod olacaqdır və bir çoxları və bir çox istisnalar da vardır. Daha sonra jenski rod nədir? Jenski rod sonu a və ya və məhkəz znakla bitənlərdir. Məsəl üçün rəfiqə, podruga, studentka, Natasha, familiya və s. Məhkəz znakla bitənlərdə baxın, burada nəyə fikir verin? Mən həmişə çalışıram ki, çətin mövzuda olsa asan dillə izah eləyim. Məhkəz znak burada da var, burada da. Yəni murskoy rod da məhkəz znakla bitə bilir, jenski rod da məhkəz znakla bitə bilir. Bəs rus dilini təzə öyrənən, yəni rus olmayan adam hardan bilsin ki, bu murskoydur, yoxsa jenski roddur? Çox asandır. Əgər sonlu til ardırsa,